Abisilik əlaqəsində olan sözlərin arasında hansı durğu işarəsi qoyulur? Vergül. Düzdür. Dağılmaq sözünün kökü hansı nitq hissəsidir? Feil. Düzdür. Hansı hissəcik ilə işlənmiş feillərdən sonra vergül qoyulmalıdır? İsə. Düzdür. Bəri sözü hansı köməkçi nitq hissəsi kimi işlənə bilir? Qoşma. Düzdür. Hansı üslubda bədii suallardan istifadə edilir? Bədii. Düzdür. Bunları oxumaqda fayda var cümləsində feil hansı Məstər. təsirləmə var? Düzdür. İsimləşmiş sifətlər morfoloji təhlil zamanı hansı nitq hissəsi kimi götürülür? Sifət. Düzdür. Təsriflənən feil yoxsa məstər ismi xəbər ola bilməz. Təsriflənən feil. Düzdür. Bostan bitkisi birləşməsində bostan sözü hansı Qeyri-müəyyənli haldadır? yol. Düzdür. Sıra sayıları hansı şəkil Öncü. çevrilir? Düzdür. Lakin tabiisizlik bağlayıcısının hansı Qarşılaşdırma. Düzdür. Mətnin hansı hissəsində fikir ümumiləşdirilir və Nəticə. ikonlaşdırılır? Düzdür. İsmin hansı halı hərəkətin təsir obyektini bildirir? Təsirli yol. Düzdür. Bravo. 13 doğru cevabınız oldu. Mənə elə gəlir ki, bir dənə də səhv cevabınız olmadı, eləmi? Səhv eləmirəm. Xatırlamıram. Mən də xatırlamıram çünki tez-tez oxuyurdum. Yox idi. Bəli, bravo. Hamısına doğru cavab verdiniz. Əla. İndi başa düşürəm niyə elə Azərbaycan dilini belə əminliklə birinci onu seçdiniz.